Özümü daha çox bunda tapdım. String art demək olar ki, artıq mənim həyat tərzimə çevrilib. Bir neçə mən dekorativ tətbiqi sənətin bir çox növləri var. Bir çoxu ilə məşğul olub bunda dayanmışam. Bəs tanışlığınız necə oldu? 10 il əvvəl mən bunu özüm əldə olan bəzi materiallarla, belə kiçik bir ev şəraitində, kiçik bir özüm üçün nə isə hazırladım. Sonra məlum oldu, həmin dövrlərdə internetdə çox yayılmamışdı, çox məlumatlı deyildik də. Sonra mən onu paylaşanda dedilər ki, belə bir sənət növü var və bizdə deyil. Amma sizin xəbəriniz yox idi, xəbəriniz olmadı. Mənim xəbərim yoxdur, mən başqa-başqa növləri birləşdirməyi çox sevirəm. Mən də ondan sonra tanış oldum bu sənətlə və o boy dərsini davam edə. almadan bu gözəl əl işlərini ərsəyə gətirsiniz Minarə xanım? Yoxsa kursunu keçdiniz? Bəli, kursunu bu elə bir şeydir ki, özünüz işlədikcə artıq nəyin necə olduğunu bilirsiniz. Biri var, bir fitri istedad. Təbii ki, istedadsız bu cür əl işlərini ərsəyə gətirmək qeyri-mümkündür. Biri də var, bunun bir texnikası var. Bəli, bəs bu texnikasına necə gələndiniz? Yəni, sırf həvəslə başladınız, sonra qeyd etdiniz ki, artıq ciddi məşğul olmağa başladınız. Texnikası necə öyrəndiniz bəs? Texnikası, bilirsiniz, bu bir riyaziyyat müəlliminin ixtirasıdır, kökü, sənətin kökü. Çox riyazi dəqiqliyi sevən insanlar, hesabdır, bunun geometrik fiqurlar var, orada çox dəqiqlik lazımdır. İpin gərilməsindən tutun, mismarların sayı hər tərəfdə bərabər olmaq. Riyazi sevgisi biraz artıq olan insanları o çəkir özünə. Riyaziyatsız mümkün deyil, hə? Bəli, yox, mümkündür, amma bəzi yerlərdə artıq mümkün deyil.